Salam, axşamınız xeyir olsun. Bugünkü dərsimiz disaxaridlər və polisaxaridlər. Biz keçən dərsimizdə danışdıq monosaxaridlərdən və ümumiyyətlə dedik ki, karbohidratlar bölünür 3 yerə. Monosaxaridlər, disaxaridlər və polisaxaridlər. Monosaxaridlərdən danışdıq ki, bura aiddir qlukozadır, sonra fruktozadır, qalaktozadır, ribozadır, dezoksiribozadır. Keçdik sonra disaxaridlərdən danışacağıq bugün. Bura aiddir saxaroza, laktoza, maltoza, yəni salam kimi yadınızda saxlaya bilərik. Digərləri isə polisaxaridlər, yəni nişasta və selulozdur. Bugün danışırıq disaxaridlərdən və polisaxaridlərdən. Deməli, disaxaridlərə hansılara aiddir? Dedik ki, deməli, saxaroza, sonra laktoza və maltoza. Dedik ki, saxaroza çoğundur şəkəri, laktoza süd şəkəri, maltoza isə səməni şəkəridir və salam kimi yadınızda saxlaya bilərik bunları. Və bunlar disaxarid adından da göründüyü kimi 2 monomerdən ibarət olacaq. Deməli, saxaroza ibarət olur alfa qlükozadan və beta fruktozadan. Sonra laktoza ibarət olur beta galaktozadan, beta galaktoza və alfa qlükozadan. Maltoza isə 2 eyni alfa qlükoza qalıqlarından ibarət olacaq. Alfa qlükoza plus alfa qlükoza. Bunlardan danışdıqsa keçək bunun quruluşlarına. Deməli, birinci danışdıq saxarozadan. Dedik ki, saxaroza alfa qlükozadan və beta fruktozadan ibarətdir. Birinci alfa qlükozanın quruluşunu çəkək. Dedik ki, qlükozanın ümumiyyətlə quruluşunu çəkəndə nə edirik? 6 bucaqlını çəkdik və bildirdik ki, bura həmişə oksigen yazırıq. Bu hissələrdə karbonları yerləşdirirdik və dedik ki, alfadırsa OH aşağıda olur, həmişə H yuxarıda olur. Digərində də yenə OH aşağıda olur, H yuxarıda. Üçüncü karbonda həmişə OH harda olur? Yuxarıda. H yazdıq aşağı. Burada da OH aşağıda, H yuxarıda. Burada da yazırdıq CH2OH. Burada yazırdıq H. Deməli, bu oldu alfa qlükoza. Beta fruktozanın quruluşunu çəkdikdə isə bu hissədə istəyirəm ki, bir çəkək, sonra quruluşunu burada düzəldərik. Deməli, beta fruktozanı birinci necə çəkirdik? 5 bucaqlını çəkirdik. Bilirdik ki, beta fruktoza ketozlara aiddir və 5 bucaqlıdır digərlərinə fərqli olaraq. Bura oksigen qoyurduq, sonra karbonları yerləşdirirdik bura. Və burada yuxarı yazırdıq. Beta fruktoza dediyinə görə aşağı yazırıq CH2OH, yuxarı yazırıq OH. Yazırıq bura deməli neçənci karbondur? 1, 2, 3 dedik ki, 3-cü karbonda OH yuxarıda olur, H aşağıda. Yenə OH aşağıda, H yuxarıda. Burada da H aşağıda, CH2OH yuxarıda. Bunun quruluşunu çəkdik. İndi bu bizdə beta fruktozadır. Amma elə bil ki, burada bu hissə birinci karbondan başladığına görə bu hissə ilə bu hissə yəni üz-üzə durmalıdır. Ona görə biz bunu çevirməliyik. Çevrəndə isə nə edirik? Çevrəndə elə bil ki, 5 bucaqlını çəkirik burada. Diqqətli olaq. 5 bucaqlını çəkdik. Bütün qruplar, yəni OH-dır, CH2OH-dır, bunların hamısı yerini dəyişir. Yəni yuxarıda olan aşağı keçir, aşağıda olan yuxarı. Üzbəyiz bunun yerini dəyişsək, oksigeni yazdıq bura. Deməli, bu hissədəki, bax bu, gələcək bura, bu hissəyə gələcək. Amma CH2OH aşağıdaydı. Bu dəfə qalxacaq CH2OH yuxarı, OH düşəcək aşağı. Sonra karbonda yazmışıq HOH, düzdürmü? H aşağıdaydı. İndi burada H yuxarıda olur, OH isə aşağıda. H yuxarıda olur, OH isə aşağıda. Bir dəqiqə bunu düzəldək. Deməli, burada dedik ki, H aşağıdadırsa, bu dəfə H yuxarıda olur, OH aşağıda. Keçirik digər. Digərində OH aşağıdadır. Bax, bu hissədə OH aşağıdadır, amma bu dəfə OH burada gələcək yuxarı, H düşəcək aşağı. Burada da H aşağıdadır, burada olacaq H yuxarıda, CH2OH aşağıda. Bu oldu bizim beta fruktozanın quruluşu. Deməli, indi nə edirik? Deməli, bunlar bir-birindən birləşəndə, yəni disaxarid əmələ gətirəndə bunlardan su çıxır. Yəni, birindən OH, birindən H qopur və buradan nə çıxır? Su. Və su çıxdığına görə buradakı OH H-ı silirik buradan. Düzdürmü?
OH sildik buradan. Və bizdə bir dənə nə qaldı? Oksigen. Bu oksigen də ikisi arasında paylanır. Necə paylanır? Buradan bu xətti belə çəkirik, buradan da belə. Oksigen gətirib bu ortaya yazırıq. Deməli, birindən OH, birindən H çıxdığına görə su çıxdı və yerdə qalan oksigeni çəkdik belə. Deməli, bizdən soruşsa ki, saxarozanın quruluşu necədir? Deyirik ki, saxaroza alfa qlukoza və beta fruktoza qalıqlarından ibarətdir. Alfa qlukozanın olduğu kimi yazdıq, beta fruktozanı da yazdıq. Sonra çevirdik ki, həmin o qarşı hissələr bir-birinə yaxın olsun ki, aralarında OH çıxsın, yəni saxarozanın quruluşu yaransın. Aha. Keçək indi laktozanın quruluşundan danışaq. Laktoza. Dedik ki, laktoza nədir? Süd şəkəridir. Laktoza ibarətdir beta-galaktozadan, beta-galaktoza və alfa-glukoza qalıqlarından. Beta-galaktoza glukoza ilə oxşardır, amma quruluşuna baxaq. Deməli, burada da altı bucaqlı çəkirik. Beta-galaktozada. Yenə bura oksigen yazırıq. Yenə karbonlarımızı yazırıq burada. Yenə yazırıq. Beta dediyinə görə OH yuxarıda olur, H aşağıda olur. Deməli, OH aşağıda olur, H yuxarıda. Üçüncü karbonda dedik ki, nə olur? OH yuxarıda olur, H aşağıda. Burada dördüncü karbonda da OH yuxarıda olur, H aşağıda. Burada yazırıq. Deməli, CH2OH və H. Deməli, bu oldu bizdə beta-galaktoza. Beta-galaktoza. Plus gəlirik üzərinə alfa-glukozanı. Bir dəqiqə. Alfa-glukozanı da necə çəkirdik? Yenə altı bucaqlı. Buraya yazırdıq oksigen. Karbon, 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 karbon. Alfa-glukoza necə idi? Alfa-glukozada da dedik ki, nə olur? Buradan başlasaq. Deməli, alfa-glukoza yazaq. Buradan görək. Alfa-glukoza. Dedik OH aşağıda olur, H yuxarıda olur. OH aşağıda olur, H yuxarıda olur. Üçüncü karbonda həmişə OH yuxarıda olur, H aşağıda olur. Burada da deməli OH aşağıda olur, H yuxarıda olur. Burada da CH2OH burada, H burada. Deməli, məncə bura qədər aydındır. İndi baxaq. Deməli, bu dəfə OH buradan, H da buradan çıxdığına görə yenə eyni qayda ilə su çıxır. Bu dəfə burada çevirməli. Bir dənə fruktoza, beta fruktozaya çevirdik. Deməli, buradan su çıxdığına görə suyu buradan təmizləyək. Deməli, buradan sunu silək, buradan da OH-ı. Deməli, yenə bizim qaldı bir dənə oksigenimiz. Həmin o bir oksigen bayaqki kimi ikisi arasında paylanır. Amma bu dəfə xətti belə çəkirik. Bu plusu da silək buradan. Bu plusu da silək. Deməli, bu dəfə xətti çəkirik belə. Oksigen də bax bu ikisi arasında. Bayaq elə bir ki, düz nə idi? İndi çarpaz oldu xətt. Deməli, bu da oldu nəyin quruluşu? Bu da oldu laktozanın quruluşu. Yəni beta-galaktoza, yəni birinci beta-galaktozanı çəkirik, sonra isə alfa-glukozanı çəkirik. Sonra keçirik maltozanın quruluşuna. Maltoza hansından asandır? Burada da maltozada. Dedik ki, maltoza nə idi? Səmən şəkəri. Maltoza alfa-glukoza qalıqlarından ibarətdir. Alfa-glukoza. Yəni, iki dənə alfa-glukozanı çəkirik. Yenə çəkmək asan oldu, öyrəndik. Oksigeni yazdıq bura, karbonları yerləşdirdik, ardıcıl. Düzdürmü? Alfa deyirsə, alfa-glukoza. Deməli, yenə yazırıq OH-ı aşağıda, H yuxarıda. OH-ı aşağıda, H yuxarıda. Yenə deyirəm, üçüncü karbonda OH qalxır yuxarı, H aşağıda. Yenə OH aşağıda, H yuxarıda. Burada CH2OH, H. Bu oldu alfa-glukoza, H. Yenə yazırıq alfa-glukoza. Alfa-glukoza. Yenə altı bucaqlını çəkirik. Oksigeni yazırıq bura. Karbon, 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 karbon. Yenə alfa dediyinə görə OH aşağıda, H yuxarıda. Yenə OH aşağıda, H yuxarıda. Üçüncü karbonda OH yuxarıda, H aşağıda. Yenə OH aşağıda, H yuxarıda. Burada da CH2OH yuxarıda, H aşağıda. Yenə neyinirik? OH və H-ı birləşdiririk, yəni su çıxır. Üstəgəl su yazırıq və burada OH çıxdığına görə silirik buradan OH-la H-ı. Yəni yenidən köçürmürəm, elə üstündə göstərirəm. Bir dənə oksigenimiz var, bunu da silib təzdən yazırıq. Yenə neyinirik? İkisi arasında paylayırıq. Oksigen, belə.
Bu da oldu maltozanın quruluşu. Maltoza 2 alfa qlükoza qalıqlarından ibarətdir. Amma ümumən bizdən soruşsa, sxemini versə, bəzən sadəcə sxem şəklində verir. Deməli, yazırıq saxaroza, laktoza və maltoza. Ümumi sxem kimi versə, dedik saxaroza nədən ibarətdir? Alfa qlükozadan və beta fruktozadan, düzdürmü? Alfa qlükoza sadəcə 6 bucaqlı yazırıq. Buradan oksigeni yazırıq belə, yəni bu buna aiddir. Aha, oksigeni yazdıq burada. Bir də burada beta fruktoza çəkmişdik, belə. Bunu da yazdıq belə. Sadəcə belə çəksək kifayət eləyir. Deməli, bu oldu saxarozanın quruluşu. Sonra laktozanın quruluşu nə idi? Beta galaktoza yazmışdıq, düzdürmü? Oksigeni yazaq yenə. Beta galaktozadan və alfa qlükozadan ibarət idi. Oksigeni də yazdıq bura. Burada haradasa səhvlik oldu, bir dəqiqə. Bunu silək təzdən çəkək. Aha, dedik ki, nə? Beta galaktoza. Yenidən çəkək bunun quruluşunu. Aha. Burada necə eləmişdik? Burada da belə qaldırdıq. Burada belə, çünki burada yuxarıdakından oldu deyə. Burada belə çəkmişdik. Bu da olmuşdu laktozanın quruluşu. Maltozanın quruluşu da 2 dənə alfa qlükoza qalıqlarından ibarət olduğuna görə bunu belə yazdıq. Yenə bir dənə də alfa qlükoza çəkdik. Belə oksigeni yazdıq bura. Yenə burada da belə. Yəni qısa şəkildə sxemləri belədir. Belə də verə bilər, bayaq açıq şəkildə verdiyimiz kimi də verə bilər. Yəni görsək ki, 5 bucaqlı var, bu saxarozadır. Belə çarpaz xətt var, deməli bu laktozadır. Yox, əgər belə sadəcə 2 dənə qlükoza qalıqlarından ibarətdirsə, bu da maltozadır. Sonra keçirik burada saxarozanın alınmasından. Deməli, nə edirlər? Saxarozanı belə bir qab götürürlər. Saxaroza yəni alınır şəkər soğundurundan. Xırda-xırda yəni doğrayıb tökürlər qaba. Və bunu həll etmək üçün birinci əlavə edirlər bura nə? İsti su tökürlər. İsti su tökəndə burada saxaroza suda həll olur və saxaroza ilə yanaşı digər qida maddələridir, üzüm maddələridir, rəngli maddələr də nə edir? Suya daxil olur və bunu saxarozanı bu məhluldan azad eləmək üçün, yəni onu təmizləmək üçün bura əlavə olunur kalsium OH2. Aha, yəni əhəng məhlulu əlavə olunur. Bu zaman kalsium OH2 digər üzüm maddələri də kənarlaşdıran zaman, bu zaman saxaroza kalsium OH2 ilə birləşir və alınır C12, H22, O11, vurulsun kalsium oksid, vurulsun, deməli, vurulsun 2 mol su. Vurulsun 2 mol su. Belə bir maddə mənə gətirir. Yəni, biz istədik ki, kalsium OH2-ni əlavə eləyək, digər üzüm maddələri xaric edib. Bu zaman saxaroza getdi, kalsium OH-la elə bir ki, birləşdi. Bu zaman nə edirik? Bura nə əlavə eləyirik ki, saxarozanı bu məhluldan yəni qurtaraq, belə deyək. Bura əlavə edirik CO2, yəni karbon qazını. Burada CO2-ni əlavə eləyəndə biz alırıq təmiz CO2, H22, O11, yəni saxarozanı alırıq. Və bu zaman biz görürük ki, saxarozanın tərkibində rəng var. Yəni müəyyən rənglər var. Və biz nə etməliyik? O rəngi ondan azad eləməliyik. Bu zaman bunu yenidən nə edirik? Tökürük qaba, yenidən suda həll edirik və üzərinə aktivləşmiş kömür əlavə edirik. Və aktivləşmiş kömür bilirik ki, adsorbentdir, yəni uducu xassəyə malik olduğuna görə həmin kömür bu saxarozanın tərkibindəki rəngli maddələri udur və təmiz nə alırıq? Saxaroza alınır. Yenidən həmin o saxaroza da yuyulur, qurudulur və kristallaşdırılır və alınır təmiz saxaroza. Bu zaman bu məhlulda 50%-ə qədər saxaroza qalır. 50%-ə qədər nə qalır? Saxaroza. Və buna adlanır, bu qalan məhlul, yəni məhlulun içində 50%-ə qədər saxaroza ilə birlikdə məhlul adlanır melassa. Melassa. Deməli, disaq hərflərdən nə danışdıq? Bir də üstündən keçək. Deməli, disaq hərflər oldu saxaroza, laktoza, maltoza, yəni salam. Saxaroza ibarət oldu alfa qlükoza, beta fruktoza, laktoza ibarət oldu beta galaktoza və alfa qlükozadan, maltoza isə 2 alfa qlükoza qalıqlarından ibarət oldu. Quruluşlarını da çəkdik. Sonra bizə sual verə bilər ki, hansı reduksiya edici şəkərlərdir? Reduksiya edici şəkər odur ki, yəni o həmin şəkərlərdə nə olsun? Aldehid qrupu olsun. Və aldehid qrupu olanları yadımıza saxlayırıq. Hansı idi? Qlükoza, galaktoza, riboza, dezoksiriboza və bunlardan əmələ gələnlər hansı idi?
dedik laktoza və maltoza. Bunların hamısının içində aldehid qrupu olduğuna görə aldehid nə oldu? Bunlar reduksiya edici şəkərlər oldu. Nəyə görə biz burada fruktozanı yazmadıq? Çünki fruktozada nə var idi? Keton qrupu var idi. Nəyə görə saxarozanı yazmadıq? Çünki saxarozanın içində də bayaq biz dedik ki, nə var orada? Saxarozanın içində beta fruktoza var. Ona görə burada keton qrupu olmayanları çıxsaq, yerdə qalır bunlar. Bunları deməli nə dedik? Reduksiya edici şəkərlər dedik.